Mən imtahana gecikdim. 2 dəqiqə. 1 dəqiqə 30 saniyə falan. 2 dəqiqə də deyil idi. Və məni buraxmadılar içəriyə. Sonra indi ərizə yazdım. Onu aparıram əsasa. Qanım itqanıdır. 2 dəqiqə gecikmək nə deməkdir? 2 dəqiqə gecik. Yəni gecik yarım saat okey. Gecik 15 dəqiqə. Yəni çox dilim də dönmür. 15 dəqiqə gecik hə yaxşıdır. İndi buraxmıram. 2 dəqiqə gecikmişəm. Yəni bu apardım, ərizəni verdim. Yəni o qədər belə burnumdan gəldi ki, yəni təsəvvür edə bilməzsiniz də. Yıxılası adı o. Geyimimi dəyişib işə gəldim. Çox ümidsizcə, o qədər yorğunam ki, təsəvvür edə bilməzsiniz də. Boşu-boşuna. Bu mahnı da qulağımda çalınır. Elə bil ki, belə motivasiya verici bir söz deyəcəm. Elə vibe aldım mən niyə? Ya da ki, çox belə hüzünlü bir söz deyirmiş kimi hiss elədim. Elmlərdəyəm, Bakı Dövlət tərəfdə. Universitetin qabağından keçirəm. Mən və qırmızı şərfim bugün. Düppədüzdə qabağından keçirəm. Çox qəşəngdir də, yəni. Çox istəyərdim, kaş ki, mən Bakı Dövlətdə oxuyardım. Yəni, oxuduğum indiki yerdən də peşman deyiləm, dəhşətizm. Dillərdə oxumaq istəyən varsa, okey, yəni, oxuya bilərsiniz. Dili ən yaxşı orada öyrədirlər və sər və alaxır, amma yəni, Bakı Dövlətdir, yəni, Bakı Dövlətdir də, bildin. Çox istəyərdim burada oxumaq. Amma mən ancaq belə şeylərin arxasından, nə deyirlər ona, dəmirlərin, rəşatkaların arxasından şey eləyə bilirəm, baxa bilirəm hal-hazırda. Ağlamağım gəldi, mənim bu dəqiqə dəhşət ağlamağım gəldi. Niyə? Orada Bakı Dövlətdə oxumaq istəyir. Ağlamağım gəldi mənim. Ay. Uşaqlar niyə belə oldu? Niyə belə oldu? Uşaqlar salam. Mənim 3-cü imtahanımdır bugün. Ayın 19-udur bugün, 19 yanvar. Bayır o qədər soyuqdur ki, dona, yəni şərf, papaq. O qədər soyuqdur ki, bayır. Ay Allah, o qədər soyuqdur ki, yəni bu qış boyunca mən bu qədər soyuq çəkməmişdim. İmtahana son 10 dəqiqə falan belə qalıb. Oxumadığım 25 dənəcik sual var hələ. Oxuya bilmədim, artıq onu çatdırmadım. Və Allahım. Bu aralar çox ciddi göz problemlərim var, dəhşət. Buradan da bilinir yəqin ki, çox belə böyük ciddi göz problemlərim var. Gözüm ağrıyır, çox baxıram, çox scrolling edirəm. Biabırçılıq dərəcəsində. Yəni imtahanı tez verib çıxıb getmək istəyirəm də. Salam. Salam Səmaya. Salam Səmaya. Səmaya hanı salam saxı tapmamışsan? Çox böyük. Oyda, dostlar. Mehranın vloguna baxın, çox qəşəngdir. Çox qəşəngdir. Rockstar. Google Timer yazırsan,
qoşursan vaxtı şey gəlir. Ona qoşanda o zəng çalır da, qutaran kimi uyğulayır. Dünən deyə eşitdirsən də, tutub təsəvvür elə ki, mən uşaq çalıb bir saata qoymuşam. Çalıb, onu saxlamışam, təzədən verməmişəm, oxuyuram. Özüm şokda qaldım ki, mən sən inan. Heç bir, yəni nə bilir tələbə, Max nə bilir? Zət nəsi müəllimə var, Max tələbə nə bilir görəsən? Telefonum. Anne ne yapıyorsun? Mama bak. Ne işte? Anne. Anne. Papa